Qusma ishalı olan uşağı nə zaman xəstəxanaya yatırmalısınız? Qusma ishalı olan uşağın, əgər qusma ishal şikayətləri 2 gün, 3 gündür davam edir, uşaq davamlı hər şeyi qaytarır və gündə 10 dəfə və üzəri qarnı gedir, uşaq halsızdır, süsttür, heç bir qida qəbul etmir, temperaturu da çox yüksəkdir, halsızdırsa, dərman verirsiniz, temperatur idarə edə bilmirsinizsə və ya dərmanla qızdırma düşür, təkrar yüksəlirsə, bu uşağı mütləq və mütləq hospitalizasiya etmək lazımdır. Xəstəxanada yatırmaq lazımdır. Çünki bu infeksiyanın davam etmə müddəti adətən 7-10 gündür. Yəni rotavirus, adenovirus kimi infeksiyaların gastroenteritləri yalnız simptomatik müalicə aparılır. Simptomlara yönəlik müalicə aparılır. Burada istifadə olunan dərman maddələri sadəcə və sadəcə kömək edicidir. Yəni rotavirus infeksiyasının bir dərmanla müalicəsi yoxdur. Bu virusda sadəcə və sadəcə qusma ishal şikayətlərinə nəzarət və bu şikayətlərə uyğun kömək edici dərman vasitələri verərək, əsas su və elektrolit itkisinə nəzarət edərək, maye və elektrolit dəstəyi etməklə biz simptomların keçməsini gözləyirik və yenə də deyirəm, ev şəraitində bu simptomları idarə edə bilmirsinizsə, heç vaxt itirmədən mütləq bu virusla əziyyət çəkən uşağı xəstəxanaya aparmalısınız və ehtiyac varsa stasionar müalicə ilə yatış etməlisiniz. Belə olduğu təqdirdə bəzən olur ki, ailələr qusma ishaldan əziyyət çəkən uşaq xəstəxanaya deyil, birinci çöpçüyə aparırlar. Belə olduğu təqdirdə çöpçünün bu uşağa hava damla yolu ilə əlavə virusa yoluxma riski artır və digər uşaqların da mədə-bağırsaq infeksiyalarına yoluxma hava damla yolu ilə artma riski artır. Eyni zamanda qusma ishalı olan uşaqları bağçaya və məktəbə kollektivə göndərməməlidir. Çünki kollektivə gedən uşaqlar bu virusu ətrafa yayır və digər yoldaşlarının da yoluxmasına səbəb olur. Odur ki, bu virusla əziyyət çəkən uşağı yaxşı nəzarət etməklə təbii ki, asanlıqla sağalmasına şərait yaradırıq.